Nizami Kino Mərkəzi regionun iri miqyaslı beynəlxalq film platformalarından birinin açılış mərasimine ev sahibliq etdi. Tədbirdə çıxış edən rəsmi nümayəndələr və mədəniyyət xadimləri 16-cı Bakı Beynəlxalq Film Festivalının mədəni əlaqələrinin inkişafındakı əhəmiyyətindən danışdılar. İldən ilə Bakı Beynəlxalq Film Festivalına müraciət edənlərin sayı da artır və çox maraqlı filmlər də ərçəyə gəlir. Bu, həm Azərbaycan kinosunun sabahısı üçün, Azərbaycanlı rejissorların da xarici öz əməkdaşları ilə birlikdə canlı ünsiyyəti üçün də önəmli bir platformadır. Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Gənc Kinematografçılar Mərkəzinin dəstəyi ilə təşkil olunan festivalda 5 gün ərzində 34 ölkədən 78 film 4 nominasiya üzrə təqdim olunacaq. Qalibləri isə mütəxəssislərdən ibarət peşəkar münsiflər heyəti müəyyənləşdirəcək. Bu il yerli filmlərin münsiflər heyətinə dəvət olmuşam. Bu il Azərbaycandan 11 bədii, 6 sənədli və 5 tələbə filmi finalist olubdu, yəni son şeyə gəlibdi, jurinin dəyərləndirmə aşamasına. Orada 10 film var idi, tam metrajlı bədii filmlərdir. Bizim filmlər yox, xarici filmlərdə mən iştirak edirəm. Orada da mən bir neçə filmlərə üstünlük verdim. Bu filmlərə baxanda mən bir daha onun haqqında düşündüm ki, biz elə kinonu ümumiyyətlə dünyanı nəzərdə tuturam, Azərbaycanı təkcə yox. Hələ kinonun imkanlarını tam mənada açmamışıq. Hər gələn nəsil yeni kinonun imkanlarını kəşf eləyir. Tədbir çərçivəsində Nizami Kino Mərkəzində Qızıl Nar mükafatı uğrunda mübarizə aparan yerli və beynəlxalq filmlərin qısa nümayişi təşkil olundu. Qeyd edək ki, festivalın bağlanış və mükafatlandırma mərasimi dekabrın 9-da keçiriləcək. Arzu Yusif, Elgün Heydarov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.